Əziz dostlar, qardaşlar, deməli, hal-hazırda öz maşınımı resetləmişəm, göstərmək istəyirəm sizə. Baxın, maşını zavod vəziyyətinə qaytarmışam, baxın, hal-hazırda resetləmişəm. Yəni, nə proqram, nə hər hansı bir nastroyka, heç nə yoxdur hal-hazırda. Və istəyirəm siz görə maşını təzdən nastroyka eləyək. Deməli, ilk öncə dil dəyişməliyik. Dil dəyişmək üçün nə etmək lazımdır? Deməli, girik buradan nastroykaya. Girdik nastroykaya. Bu gördüyünüz yuxarıda D-Linkdən ən axırıncıya. Giririk bura. 1, 2, 3, 4. Bu dördüncüyə. Giririk dördüncüyə. Burada nə? Çin dili və İngilis dili. İngilis dili hazır. Buyurun. İngilis dili. Və sonra İstəyirik ki, bu Çinli qızın səsini kəsək. Girik bura. Girdik. Buradan gəlirik bura. Baxın. Girdik və bunu söndürürük. Artıq Çinli dilin, qızın dilində deməli səsini kəsdik. Və burada proqramlar təbii ki yüklənməlidir. Bura nə yükləyəcəm? Çox proqram yükləmək fikrim yoxdur. Yenə həmişə olduğu kimi YouTube, Premium YouTube, Spotify, radio falan belə şeylər yükləmək istəyirəm. Və indi proqramdan yükləyəndən sonra yekun sizə göstərəcəm hamısını. Hal-hazırda bu maşın sıfır vəziyyətdədir. Nastroykası da göstərim sizə. Nastroykası da bu qaydadadır. Baxın. Necə tuşandan alınırsa, eyni qaydadadır nastroykası. Baxın. Yəni, hər şey tuşandan aldığı qaydada resetləmişəm çünki maşını. İndi yekun mən sizə göstərəcəm, nələr yüklədim, nələr istifadə olunacaq, hamısını bir-bir göstərəcəm. Deməli, belə qardaşlar, maşını bayaq gördüyünüz kimi sıfırladıq. İndi artıq bütün hər şey hazırdır. Yenə istədiyim vəziyyətə gətirmişəm. Yəni, mənə lazım olan proqramları yükləmişəm, hansılar ki, burada daimi istifadə olunandır. Deməli, burada proqramlardan nələrdir? Aurora Store'dur. Bu Aurora Store Play Store'un əvəz edicisidir və burada istədiyiniz qədər aplikasiya var. Və Waze'dir. Bu da tam qaydasında işləyir. Heç bir problem yoxdur. Baxın, Waze'dir. Sonra Spotify'dır. Hansıları ki, mən istifadə edirəm, mən onları yükləmişəm öz avtomobilim üçün. Sonra Chrome'dur, radiodur. Tam qaydasında işləyir burada. Və çox adam deyir ki, baxın radio, çox adam deyir ki, bu maşını orijinal YouTube yazmaq mümkün deyil filan. Ancaq yəni, ufaq göstərim sizə ki, yazmaq mümkündür. Bunu sadəcə yaza bilməyənlər və bu işdən başı çıxmayanlar deyir. Bu isə Premium YouTube dediyimiz, yəni crack, YouTube Premium crack versiyadır. Bu isə klaviatura. Azərbaycan, İngilis, Rus və bura istədiyiniz klaviaturanı əlavə eləmək mümkündür. Yəni, bu da tam qaydasında işləyir. Və CarPlay'dir. CarPlay USB, baxın, USB qoşulduqdan sonra aktiv olacaq. Yəni, hal-hazırda USB qoşmamışıq. Yəni, belə gördüyünüz kimi maşını sıfırladıq və yenidən istədiyimiz hər şeyi yüklədik. Və burada göstərmək istəyirəm maşına deməli, update gəlibmi? Hal-hazırda heç bir update yoxdur. Bu qədər. Əgər maşına yaxın müddət update gəlməlidir, əgər belə bir şey olsa, mən sizə mütləq paylaşacağım. Və bu və digər proqramları kim istəsə bizlə mütləq əlaqə saxlasın və bizdə proqramlar saysızdır, limitsizdir və qiymətimiz standartdır. Əlaqə nömrə 055 502 0036.